Doktor, burun tutulanda damcı yoxsa sprey? O mu, bu mu? Məncə sprey istifadəsi daha rahatdır. Antibiotik yoxsa simptomatik müalicə? Əgər simptomlar uzun müddət davam edirsə, məncə antibiotik Xoruldama normaldır yoxsa müayinə tələb edir? müayinə tələb edir. Qulaq ağrısında isti kompres yoxsa həkimə müraciət? İsti kompresi qəti tövsiyə etmirəm, çünki bəzən olan vəziyyəti biraz da ağırlaşdıra bilər. Ona görə mütləq təcili müraciət etməyi tövsiyə edirəm. Burun qanamasında başı arxaya əymək yoxsa önə? Önə bir qədər önə əymək lazımdır. Arxaya əydiyimiz zaman həmin qan axıntı mədəmizə gedə bilər və daha çox xəstəni narahat edə bilər. Ona görə mütləq önə əymək lazımdır. Boğaz pastili yoxsa qarqara? Qarqar. Vitamin qəbul etmək yoxsa balanslı qidalanmaq? Yaxşı olar ki, balanslı qidalanma olsun. Qulağı pambıq çubuğu ilə təmizləmək yoxsa ümumiyyətlə toxunmamaq? Ümumiyyətlə qulaq özünü təmizləyə bilən bir orqandır. Ona görə də qulaq köpüyünü qəti şəkildə tövsiyə etmirik. Çünki bu zaman daha da qulaq kiri içəri gedər və daha çox yığılacaq. Profilaktik müayinə yoxsa yalnız problem olanda həkimə getmək? Yaxşı olar ki, profilaktik müayinə olsun. Bəzən elə problemlər var ki, məsələn, eşitmazlığı çox uzun müddət davam edir. Məsələn, buna fikir vermir. Həmin zaman biz qızıl dövrü itirmiş oluruq və eşitmazlığına gətirib çıxarır. Ona görə profilaktik müayinə olsa daha yaxşı olar. Evdə müalicə yoxsa həkim müayinəsi? Yaxşı olar ki, həkim müayinəsi olsun. Çünki bəzən evdə müalicələr daha da xəstəliyin ağırlaşmasına səbəb olur. Ona görə həkim müayinəsi mütləqdir.